Salam dostlar, necəsiniz? Uzun zamandır normal vlog çəkmirdim, ona görə bu həftəyə xoş gəldiniz. Əslində bugün 6-cı gündür. Amma niyə vlog indi başlatdım? Yəni önümüzdəki həftənin vlogu dərsinə qalsın. Çünki bugün me time eləyəcəm, istədim onu da göstərim sizə. Yəni mənim saçımda bu renk tutarımı tam bir muamma içərisində. Ona götürdüm, inşallah tutsa. Dostlar, izlədim əgər. Gəldim evə, yedim, içdim, indi saç boyama vaxtımdadır. Çolka da kəsəmişəm. Bir dənə boya almışam, baxın, boyamız budur. Bu boyanı mənim saçıma tutma ehtimalı 0,1% falandır da. Amma özəndim. Rəngə özəndim. Dedim bu renk mənim olsun, nə olar ki? Ona görə də aldım. Bir də uşaqlar, study with us videosu atmışam. 300 izlənmədə qalıb, 10 minlik bir hesabda. Yəni, ayıb olsun. Siz təhsilə cəlb eləməyə çalışıram. Siz izləmirsiniz. Bir dənə tupaya baxın, nə qabını eksinə gətirməyib. Bir saat biləcə boyuram, gəlib. Boyamıram, gözləyim. Boyamı göstəreyim, maraq eləyənlər olsun. İsanam 6.6, direkt 6. Və bunları qatacağım, boyayacağım, bu qədər. Bu rəngi nəsə qırmızı görünür, mən qorxdum. Yəni şu an içində bir tedirginlik var. Tamam. Bakı Dövlət Universitetinin Xalqorundan hər birisi salamlayırıq dostlar. Bəs nə oldu? Dərsə getməyə şey dedim, pis eləyirdim. Qabağımda 2 müəllim var. Elə bildim o müəllimdir. Və yəni özümü səviyyəsini aldığımda yakalanmış erkəklər gibi hissettim. 3-cü dərsə gedirik. Allahım, niyə saat 7-də dərs qutarar? Ürəyim çatlayır da şey. 4 dənə qaybım var bu fəndən mən. Dərs neçə həftə dərs başlayıb? 1 ay var. Ha? 3 həftə dərs başlayıb, 4 dənə qaybım var fəndən. Oha. 3-cü saatdır deyə, 3-cü saatdır. Allah universitetdə qalmağa mənim axılım çatmır. İndi kurs çıxışı gedirəm. Bizim Sabıqı ilə görüşməyə şaşırdınız və Instagram və fix onlarla görüşəm. Acam, yeməyə gedək. Instagram hesabıma spam atıblar, hesabıma girə bilmirəm. İndi də o məsələni həll etməyə çalışıram. Sabıqışa gedəndə bizim IT-dən baş çıxan müəllimlərə, tələbələrə falan göstərəcəm ki, nə edə bilərik. Niyə də, niyə? Özüm fikirləşirəm, niyə? Türkiyədə insanlar niyə spam atısın axam mən gəldim. Nirəm bozdu xatırlanacam məsələni. What can I do? Firma yoxşuyatır. What can I do? Yes, you Sən danış, mən danışmayacağım. No, What the? Şey deyil. Yaxşı eləmirəm. this is not your choice. Yaxşı eləmirəm. Don't have None you, accepted. you don't have any choice. I start first? No. Yeah. Please talk. I told you anyway I'm going to speak. Okay, anyway. Yes, I feel way more busier than I used to because as everyone else, like we all were kids and we didn't have any much responsibilities as you mentioned. But right now I have because I'm managing my own business and at the same time I'm preparing for IELTS. And beside all, I have a university and my grades are perfect. For me, on Azerbaijan. For you. For me. I think birthday very important for me because I think at my birthday my life starts again. Okay. I know the realized words, but I can't use because I don't use in my speak, but I try. Yeah, I realize which my friends value me. Value me. Okay, teacher. Please tell me my mistake. Tamam. Günaydın gençler, necəsiz? Hal-ahvalınız necədir dostlar? Uşaqlar, bugün günümü çox gözəl bir şeylə açdım. Gəlin sizə də göstərim yuxumu necə açdığımı. Tam evdən çıxırdım, dedim ki vlog çəkməmişəm bəs.
vloqa da göstərim bu nacizanə. Mənim telefonumun ekranı çat verdi uşaqlar. Niyə? Çünki telefonumu yatağımdan uçurtdum ayağımda və qoruma ekranım şöyle əlimdə qaldı. İndi bunu düzəltdirmək lazımdır təzədən. Ay Allah. Başıma bu aralar o qədər bərbad şeylər gəlir ki, amma düşünürəm ki, başıma yaxşı bir şey gələcək. Çox yaxşı bir şey gələcək və bunlar hamısı onun elə bir ki, kompensasiyası kimidir də. Belə fikirləşirəm. Belə fikirləşməsəm delirəcəm çünki. Nəsə, indi hara gedirsən desəz, indi gedirəm Asan Xidməti, oradan da Dost mərkəzinə. Bildiyiniz kimi, sələsüsə dişləri həll eləmək lazımdır. Bu arada üzümü sıfır makyaj eləmişəm, çünki üzüm səpibdir, gördüyünüz kimi çoxlu. Və belə olanda mən makyaj eləmirəm üzümə ki, üzüm biraz dincəlsin falan. Ona görə belə, indi də gedirəm Asan Xidmətə. Oradan da işə gələcəm. Mənim üstümdə bir şey var. Amma nə var, mən də düşdüra bilmirəm. Mən buradan necə çıxacağım? Baxın, burada işləyirsiniz. Yox, biz elə gəlmişik, biz də naşiyə etməydik ki. Mən buradan necə çıxa bilərəm? Şey təvəl etmək istəyirəm, Asan Xidmət mərkəzi tərəfə. İnqilaba getmək istəyirsən. Asan Xidmət İnqilabda var. O, bu deyib, bəlkə də bu 13-ə binsəniz, bu oradan keçir, mən səhv eləmirəmsən. Niyə durabilir? Elə ki, bu avtobuslar olduğu yerdən necə çıxa bilərəm? Elə bax, olar da. Elə deyib, baba, 13-ə Yeriyərək çıxa bilmərəm. Yəni, buradan yeriyərək çıxa bilmərəm mən. Yox, Çox sağ olun, çox sağ olun. İşin ta həyatı sorğuladığım yeni bir gündən daha sizlərlə birlikdəyim. Mən başıma niyə belə şeylər gəlir? Mən harda səhv edirəm? Başlayın. Mən 5 sayılı Sanxidmət mərkəzinə getmək istəyirəm. Hala? 5 sayılı Sanxidmət mərkəzinə. Necə gedə bilərəm? Nömrəyə buradan minir. Aha, buradan? Hə, 13-də gedir. 13'də gedir. Tamam, çox sağ ol. Evimin yanından 10 dəqiqəlik yola, bax, bir nömrə ilə 10 dəqiqəlik yolu, 38, mən 1 saat 35 dəqiqə fırlatdı. Avtobusa minmədən qabaq sürücüdən soruşdum ki, 5 nömrəli Asan Xidmət mərkəzinə gedirsinizmi? Adam mənə dedi ki, hə, gedirəm. Hə, gedirəm dediyi siz nədir? Nərmanovda başlayıb, Nərmanovdan başlayıb. Bax, son avtonovkasına qədər getdi. Oradan bax, Bakının, mən Nərmanovda yaşayıram 20 ildir. Nərmanovun mən o küçələrini görməmişdim. Adam mənə Nərmanovun bütün ara küçələrini fırlatdı. Ondan sonra gəldi bu Koroğlu'da avtobusdan dayandı və orada dayandı. Bir də orada adamın gedirəm dediyi şeydə bütün dünyanı fırlanıb, axırda orada çatıramdı. Dəli oldum da səndən Allah'ım. Ya qardaş, adam bası ki, mən dedim ki, qızım, get yolun o tərəfindəki avtobusa min. İzləyicimlə qarşılaşdım və bir zamanlar mən də burada könüllüydüm. Same duygular. Hanginiz bəddua falan elədi mənə? Mən niyə bugün Asan Xidmət sistemini niyə eləyib 5? Normalda mən bütün sənədlərim falan hamısı burada var idi da. Keçən il alanda vermişdim hamısını. Hamısı buradaydı. Ona görə əlimi qolumu sallaya gəlmişəm ki, onun sistemdə hər şey var. Qız deyəm ki, biz xam sistemi yeniləmişərdik, heç bir şey yoxdur sistemdə də. Təzədən gətirməliyiz bütün sənədləri. Yaxşı, papağım bütün sənədlərini saxlamışam. Nəysə. Gedirəm Dosta. Heç olmasa Dostun bilirəm ki, bir dənə sənədini aparmaq lazımdır. Arayışını. Arayış üstümdədir. Nəysə, bugündən əsla negativ enerji yükləməyəcəm. Ola bilər, belə şeylər insanların başına gəlir. Devam. O qədər dərdim var ki, adam belə dedi. Problem nədir dedim? Adama bir də problem saydı. Adam belə dedi ki, bunlara biz baxmırıq. Zəhmət olmasa Nərmanovdakı, sahildəki falan Bakselə yaxınlaşın. Mən bu Bakseldən çəkdiyim nədir? Özüm ölüm deyirəm. Mən bu Bakseldən çəkdiyimi heç kimdən çəkməyibdir. Allah qalxıb nömrəmi dəyişdirəcəm. Mən verdim Bakselin əlindən. Narazıyam qardaş. Hər şeylərindən narazıyam. Birdən-birə 3 GB, 10 dəqiqə içərisində 3 GB niyə xərclənmiş ola bilər yəni? Birdən-birə internetim filmi. 2 ayda bir dənə 5 GB deyiblər, həll edə bilmirlər onu. Bu təbliğlərə verirlər, o tamam. Test vəsiqəsində dəyişmişəm. Kaş burada da şəklimi dəyişə bilsəm. Allah axıran saxlasa ki, xanım bu siz deyilsiniz. Çox ciddi bir şəkildə saxlaya bilərdi. Bu mən deyiləm çünki. Sən kimsin qızım? Nereden çıxdın? Biz yani kişi değiliz. Anla artık bunu. Nasıl geldim Bakıda uşaqlar. Tikdə işim var. Onu həll edeyim, qaçacağım işə.
Canım çıxdı ya bu gün mənim. Ora get, bura get. Alınmadı da. Keşke bütün işləri həll edib bilmiş olsaydım dərd yara. Gərək sabah bir də həm Asana gedim, həm Bakserə gedim. Yoruldum Allah, yoruldum. Am dostlar, necəsiz? Hamıya baxanda bir də çəkə bilmirəm. Ora get. Instagram'ımı açtım. Tek başıma kendim yaptım. Aniden beni altın çevirdi. Alış artık kız benim bünyemin bir yanıdır. Neyse uşaqlar bildiniz kimi ayı oynamadığı üçün birinci gedir yemeğe, ikinci gedir ders olmağa. Bu arada Instagram'ı həllədim. O kadar xoşbəxtəm. İzah edə bilmərəm necə xoşbəxt olduğumu. Kökləmişəm bir sadaqlarına sağlar. Nə deməkdir bunlar? Demək dostlar, gəldik Kəmaləgildən Safçıya. Dərs oxuduq. Mən dərs oxumağa Səbuhi və Səkinə ilə gəlməliyim. Onlarla bir dənə dərs gedir. Allahım, 3-4 saat aralıqsız. Evə gedim. Məncə bax, evə gedim. Yatmayayım, kofe düzəldim özümə. Kofe düzəldim özümə. Qəşəng bir dənə dərs oxuyum. Sonra 2 saat yatım, davam eləyək həyatımıza. Sabah kolokviyum var, indi oturmuşam, onu oxuyuram. Allah, kolokviyum, sərbəst işləri falan filan. Birdən bir universitet tələbəsi olduğumu xatırladım. Mən universitetlərə belə gedib gəlirdim. Yəni... tələbəymişəm ki, mən falan oldum. Ciddiyəm bu arada. Mənim bəzi fənlərdən çox pis qaybım var. Və sabah o pis qaybım olan fənlərdən birinin kolokviyumudur. 90 saatdır fən. Yorğunam mən, yorğunam. Başqa heç bir fəndən qaybım yoxdur bir dənə bu arada. Bir dənə o fəndəndir. Bilsiz niyə? Çünki fənli 3-cü saatdır və mən 3-cü saat dərslərdə otura bilmirəm. Beynim 3-cü saat dərsdə oturmağı qəbul eləmir, algılamır. Deyir, yox, ola bilməz belə bir şey. Mən durub nə ingiliscə oxumadım, nə imtahana hazırlaşmadım, yatdım sadəcə. Vicdan azabı çəkirəm şu an. Oy, işıqlığa çıxdıq. Makyaja veto vermişəm, makyaj eləmirəm. Belə. Uy, aks. Ülker, özünə gəl. İndi üniversitede kolokviyum var. İlk dersim ləğv olduğuna görə getdim. Biraz ders oxumaya çalışıb olmayan logistika heç mənlik bir ixtisas deyil və anlamıram yəni. Yəni, biraz anlayıram. Mesela PDF o kadar uzundur ki, sıxıcıdır ki. Yəni, oxumaq istəmirəm o qədər. O köşürsüz. Neyse, gedək. İmtihana Allah'ım 8'den falan bir şey yazsa hiç olmasa. O qədər berbat yazmışam ki, müəllim təzdən yoxlayanda logistikanı kəşf edə bilər yenidən. Yəni, orada yeni bir logistika yarattım da mən. Yeni terminlər, yeni qaydalar falan. Evə gəlib yatdım ki, sonra durub dərs oxuya biləm. İndi oturmuşuq, dərs oxuyuruq uşaqlar. Oturmuşuq, dərs oxuyuruq. Bir dənə ilgən zarafat eləyəcəkdim. Oturmuşuq bura diaqalardan deyə. Sonra vazgeçdim, elədim də. Neyse. Saat 12:00. Görək. Günaydın. Necəsiz uşaqlar? Baxın, sizə bir şey göstərəcəm. Saçımın dibi və saçım arasında renk fərqi var. Saçımın ucları əldə qızıldı, saçımın dibləri qəhvərəngidir. Neyse. Həyatdır bu. Həyatda hər şey ola bilir. Belə şeylər də ola bilər. Dərd eləməmək lazımdır çox. Sabah gözümüzdə çox qəşəng şeylər açdıq dostlar. Bizim bir dənə pişiyimiz var, Kisa. Sahiblənmək istəyənlər xahiş edirəm mənə şəxsdən Instagramdan yazsınlar, biz sahiblendiririk. Bax, saçımın üstləri turuncumsu qəhvərəngi bir rəngdir. Ucları qırmızıdır. Və burada keçid var.
Salar var başımda. Yok. Evdə də baxıram da mən saçıma Nəriman ilk dəfə burada görmədim saçımın varlığını. Bu siz nədir uşaqlar Nəriman? Nərimanı tanıyırsınız, mən həmişə buliliyən iş yoldaşım. Şeydir, içəriyə kedi qusub və mənə demir. Deyir ki, gir gör. Böyle bildim qısır. Baxmamışam, bax. İrgəlirəm deyə baxmamışam. Təsvir etməsin olar. Çox sağ ol, təşəkkür edirəm. Günü Kilsa sürprizi ilə açdıq. Hello. Sesim çok pisti. Allah kahretsin. Bu nə enerjidir sabah gördüklərindən sonra. Ben alıştım böyle şeylere. Uşaqlar çox qəşəng geyinmir. Bu qızın tarzına bayılıyoruz. Teşekkür ederim. Hayatta paylaşacaksın YouTube'da. bunu. Aa, YouTube hello. Ən sevdiyi yer. En sevdiğim ha. Bakmayarak ki yerim dolu diye YouTube'u silmişim. Ama Mən YouTube'u da sevmişəm. Evet. Ama YouTube... Ay da bu ses neydi bak. Özür ölme. Bugün bize lazımsa. Ama YouTube'dan yıllardır izləyirəm. Bütün YouTuber'ları tanıyıram. Bütün YouTuber'ları izləyirəm. Ən sevdiğin YouTuber kimdir? Polina. Ada Polina. Nasıl ki Türkler izləyirəm? Nasıl ki? Ve Tepki Kore'yi çok severim. Aa, Ülker! Ülker! Neriman! Neyse bizim kameraları en çok seven baristamızın yanında da artık bu Ülker'in yok benim kanalımda alıştırma eləyirəm. Nadir necəsən? YouTube'a Yaxşıyam, atacağım. siz necəsiniz? YouTube'a atacağım. Atarsınız buranın da. Ben de dedim ki video. Abi meşhur ediyoruz seni. Ünlü kanalındasın. Ne kadar adamlar? Bakının en yaxşı 10.000 baristası. Bakının en yaxşı ofis baristası. Çok sağ olun. Bize pulsuz kafe vereceksen kimi hisseliyirik. Azərbaycanın dünyanın deyirlərsə, Yaxşı, Azərbaycanlı. dünya üçünmə deyirlər. Barista barmen. Ay sağ ol, 10.000 nömrədə. Arkadaşlar bu adam kafe adı altında neler edir biz de bilmirik. Bana bir şey araman gerekiyor. Adı C ile başlayan bir şeyler. Çin'lə nə var mı olsun? Kafede. C0. Kofi. Çinlə başlayır. C zaman başlıyor da. O C ilə başlayır. Hadi ne C'du da C. Azerbaycan C'duram C harfi. Ne diye bilmiyorum. C. 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 Cüdirsən axı. Yo cüce. C. Nə? C diyebilirim. C. Bilmədim bu arada ama ediyor. Qəbul edir. Yəni çox bozuk Bəlkə də deyə bilirsən normalda. Amma bir şeyə çıxdın da. Təsir çıxdın. Bir dakika C. Çox əminliyinə dedi. Ha. Çox bozuk. C. Səhv deyirəm C. Hə. Nədir düzü? C. Cücə. Cücə yox. Əfər geçdim oralarında. Mən neçə bax TikTok başladığımdan bəri linç yeyirəm. Sən cız deyə bilmirsən. Əsas qəbul eləmirdim bu arada. Deyəmirmişəm deyəsən. Deyəmirmişəm. Çox adam gəlir. Neyse. Ülker Hüseyin'in farkı. Hamıyla eyni olmayacaqdım. Sizi kimi cı deyəcəkdim. Bu işimə dedi ki cı. Yo, mən deyirəm çoxu da acələ deyir, ona görə. Sen yürümeyi mi öğrendin? Bu kız Ankara'ya gelir dostlar. Könkam ne demek istiyorsunuz vloguma? Nasıl yani? Bizi koyup para getirsen. Ankara diyelim. Değil de. Ankara rüzgarına. Bir eflere dözüp gedenmirdin. Azda bu arada. Pazar günü çəkiliş edip gederdin. Ne Bu zaman? arada çok qəribə bir şəkildə gedişinə üzüldüyüm hər kəsdən öncəliyib gedirəm. Ülker gedir deyə üzülürdüm, Ülkerdən əvvəl gedirəm. Nadirlə Nicat gedir deyə üzülürdüm. Onlardan əvvəl gedirəm. Sonra kim əvvəl? Nərimandan əvvəl gedir. Nərimanın başını xarab eləmişdim ki, Nəriman necə yəni deməyədən sonra qalmayacaqsan. Və yəni ondan əvvəl. Diye özün gittin ha? Deyə hər kəsi uğurla, heç kimi uğurlamağa hazır değildim deyə fəda elədim özüm gedirəm. Sen uğurlayacağını uğurladığında da gelende uğurlamadığın adam kaldı sende. Travma idi o mənim üçün. Vallahi travma. Ha, durmadan tort getirdin. Podcast'ımızda durmadan dibin qabağında kimisi qorqulu şəkil çəkib yola salırdı kimsə. Ne zaman sarhoş oldum da kaldıramıyorum kolları. O toyda
Bəyin yol dostları, bir səviyyəsizcə mahnatçıları, onlar demək istəyirəm şu an sənə. Evlenmiyorum. Gidiyorsun ama. Gitmiyorum. Şey diyor. Manifest girmiyorlar. Aklıma birazdan çakma şey olur. Gelir, aşiret şey Adana'ya gelin gelir senden. Ankara'da ezenle rastlaşır orada. Benim hayatım bu olacak tabii. Şeyde Adana'da bir tane aşiret gelini olur. Orada onların hayat stilini paylaşır vloglarında. Yok da oradan gidip tapır, adını alıp bir tane birey evlenir. Altınları. Çat. Yine evden çıkamıyoruz. Size altınları taktım ama gidebilmirəm mesela. Bu arada kendi bir şeyler var. Halim oradaki kızla da oluşuyor kanka. Uçmaya bakıram. Hali. Bu kadar könüllü yaban ellere gelememelilik. Yoksa... Yaban ellerin ya kardeş. Yaban el işte. Aşiret var bizde. Çok garip bir seyirəm sadece yani. Yeri farklıydı benim için ve şu an bir boşluk yarandı, bir işe gələndə həmişə danışdığım, əyləndiğim, bir videolar çəkdiyimiz insan artıq gedir və yəni birinci mənim getməyim gözlənirdi, o məndən daha əvvəl getdi. Çox qəribə oldu biraz. Baya baxın. Qaralı bejə, yəni bu saatda adam dərsdən çıxarsa, gedib də dərs qutarar. Allahım. Nəsə qaçıram kursa gecikirəm. 10 dəqiqəm qalıb kursa çatmaq üçün. Tamam ver. Mecbursan. Şaka, biz yenə sağlık saçma qərarlar verdik. Belə yerimizə gitsin. Şeydə, həyatımızda verdiğimiz en düzgün qərar oldu. Olsa da mənim yanaşma oldu. Biz yenə salak saçma şeyler yaptık. Teacher, what do you think for my speaking? Səs və video kayda düşür bəli. Spectacular. Mesmerizing. Eşidirsiniz. Fascinating. Hello guys, welcome my channel. Ne haber? İngilizce dersten çıkarsa ölçerin minimum vlog açma şekli de. Hayatımda yeni kararlar almışam, şok olacaksınız. Ama ettik bunları biz. Buna bak, çabuk. Yukarıda yürüyeceğim. Mutlu bir kız yaşaymış. Uşaqlar, Kemal'in anka stresi var. Mənim də heç yoxdur. Mənim anka strem yoxdur normalda. Bu qədər səsli olmağı götürmür, başım yaşlı. Uşaqlar, mən düşünürəm ki, mən magistro Harvardda oxuyacağam. Mən özü 5 universitet tanımışam, aslında halletdi. Ülkər o bacıdır. Şeydə, mən düşünürəm ki, bu yay tətildə İtaliyada olacağam. İtaliya. Günaydın. Bugün bazar günüdür. Həftənin son gündə mən ən dolu olduğum gündür. 3 dənə çəkilişim var. Dalbadal. Getdik. And again, fall in love again and again. Bugün Div Akademiyada Data Science sahəsi üzrə Bugün Div Akademiyada Data Science. Mən niyə data deyə bilmirəm? Data. Demək dostlar, yanımızda Ayan var. O secret bir birey olduğu için o paylaşa bilmirik. Kendisi YouTube'a atacağım. Silom. Secret bir birey olduğu için onun üstüne kedi emoji koyacağım şu an çünkü o kedi sevir. Orada da koyabilirsin. Allah qıdıram, yolu qısaltmağa çalışarkən uzatmaq tam Ülker Hüseyin'in hərəkətidir də, yəni. Salaq gəldi, salaq gidiyorum. Demək uşaqlar, çatdıq, indi gedirik bowlingə. Üzümdə yeni bir qonağımız var, bax. Saçlarla da iğrenç olsun. Cemaatın influencer üzün şoklayır. Sen üzündeki size ağzın. Biz təbii blogeriyik də, biz üzümüzdəki sınaqda çəkirik. Yəni bu üst şopla qurtulacaq üçün deyil şu an. Aşırı insan katlayır, suyu hiç getirene, bu karıştırmamışam sana bir dəfə. Bitti mi? Bu həftə çox yorucuydu.
uşaqlar. Bugün Div Akademiya ilə birlikdə 3 ayın sonunda bir çay içə bildik. Çayımız hələ var. Çay boğazımda qaldı. Öncə utanmırsan öncə. Mən məzun olsam. Yox, mən sizə içərəm. Altdan mətn yazarsınız. Dilan xanım, mən axı sizdən içəri gəlməmişdim. Bu bir bəli. Sözün də oldu. Ha, bir sənə müəllimlər salamı. Bir vlogun bir həftənin daha sonuna gəldik. Mənim üçün dolu və yorucu bir həftə oldu. Bütün həftənin yorğunluğunu bu dəqiqə üstümdə hiss eləyirəm. Və hələ marketinqlə bağlı araşdırma eləmək istədiyim bir iki də mövzu var. Onları araşdırmalıyam və sonra da artıq özümün işini çəkəcəm ki, yat, çünki sabah yeni bir həftəyə başlayacağıq. Sabah birinci gündür və sabah mənim Div Akademiyadakı, sabahki həftə, önümüzdəki həftə mənim Div Akademiyadakı son həftəmdir intern olaraq. Və internshipim bitir və buna görə də mən biraz həm həyecanlıyam, həm də məyus hiss edirəm özümü. Çünki bir şey bitirsə, həyecanlıyam bu şeyi bitirdiyim üçün. Çünki yeni bir təcrübə qazandım, yeni şeylərə başlanğıc eləyəcəm. Bitirdiyim üçün də üzülürəm, çünki Div Akademiyadakı mühitəliklə çox öyrəşdim bu 3 ayda və indi də yəni şey kimi olur da, bir evdə qalmağa öyrəşirsən və sonra evi dəyişdirəndə bir yadırğama hiss edirsən, elə bir şey. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olmağı, like atmağı, şərh yazmağı unutmayın uşaqlar. YouTube şeyim çox düşübdür, xahiş edirəm bunun üçün sizdən. Biraz qaldıraq onu. Və əgər videonu bura qədər izlədinsə, rəylərdə bu emojini qoymağı unutma ki, bilim ki, sən videolarımı sona qədər izləyən o insansan. İzlədiyiniz üçün təşəkkürlər. Gələcək vloglarda görüşmək üzrə.